Təşəkkür edirəm. Sabahınız xeyir olsun. Xoş gördük sizi. Əziz tamaşaçılar, yeni iş həftəsi və artıq yanvarı təsəvvürünü, yəni yanvarı həll etmiyoruz. Artıq yanvar da sona gəlir, çıxır. Artıq bugün 23 yanvar tarixini yaşayırıq. Xoş gördük hər birinizi. Əhvalınız, keyfiniz yaxşı olsun. Mən də ürəkdən sevə-sevə, yəni bilirsiniz, hər bazar ertəsi sizə bir mağazin tərzi bir, ondan sonra verilişini təqdim edirik. Oradan, buradan həftə için nələr baş verir, nələr olur, yəni bir mövzuya qatılırıq və bu mövzu ətrafında əlbət ki, məndən başqa bizim studiyamızın yəni iştirakçıları, daha doğrusu mənim həmkarlarım mütləq bu barədə öz fikirlərini, yorumlarını bildirirlər. Bütün bunlar irəliləyən dəqiqələrdə. Ondan sonra da xoş gördük sizi, əziz tamaşaçılar və mən sevə-sevə ATV.az saytının baş redaktoru Vüqar Vüqarlını salamlamaq istəyirəm. Vüqar, sabahın xeyir olsun, xoş gəlmişsən. Yeni iş həftəsində bir daha görməkdən səni çox hər məmnun oldum. vaxtınız xeyir, hamıya xoş həftə və gözəl əhval-ruhiyyə arzulayıram. Arzulayıram ki, hər zaman adi həyatda da, peşəkar fəaliyyətdə də öz istədiyinizi deyin. Kiməsə xoş gəlmək üçün nəsə söyləməyin. Əlbəttə ki, əlbəttə ki. Yəni ki, ürəyinizdən nə keçir onları deyin. Bəli, təbii ki, belədir Vüqar və növbəti qonağımız isə əziz tamaşaçılar 106.3 radiosunun ən yaxşı DJ-yi Kazım Süphan buradadır. Kazım, sabahın xeyir olsun, xoş gördük sənin. Sabahınız xeyir. Mən də sizi və bütün tamaşaçıları salamlayıram. Uğurlu həftələr. Xoş gördük. Və birazdan bir xəbərim olacaq sizə, indi yox. Və əlbəttə ki, verilişimiz, hər dəfə verilişimizin bir deyərdim, yəni nəğməli, sözlü söhbəti bir qonağı olursa, bugün də sizə yenə də öz növbəmizdə nəğməli, sözlü söhbət tərbiyəsi ilə, tərzi ilə, ifası ilə, ən əsası, yəni gözəl səsi ilə, hər zaman el şənliklərin tədbirlərdə sevə-sevə izlədiyimiz, sevə-sevə dəvət alan Ayaz Qasımov burada. Ayaz, xoş gəlmişsin, səfa gətirmişsən. Təşəkkür edirəm Yusuf müəllim, gözəl təqdimata görə. Xoş gördük hər birinizi və tamaşaçılarımızı salamlayıram ürəkdən. Və Ayaz buradadır, səs tamaşaçılar. Gəlin belə eləyəydi, gəlin indi belə desəm, müğənni buradadırsa, onun ifası bir mahnı eşidək. Ondan sonra onun mahnı sovqatından sonra söhbətimiz davam edəcək. Süjetlərimiz boldur, gözünüz bizdə olsa elə mövzulara toxunmuşuq ki, bütün bunlar irəliləyən dəqiqələrdə. Ayaz, buyur, söz sənindir. Böyük məmnuniyyətlə. Qəlbimdə sən
sen güzel canım geçer şeyim kalbimde yine kalbimde sen kalbimde yine kalbimde sen güzel canım geçer şeyim kalbimde yine beni kalbimde yine Ayaz qəlbimdə sən söylədi. Ayaz, orada bir dənə Teşekkür yerdə Cənab 420 yoxsa Avara filmindən? Hə? Biz, Hə, Teymur bir dənə səhv yerdə oradan etmirəmsə, getdi də. Hint Cənab musiqisi, 420 yoxsa Hint Avara musiqisi. Oradan- Səhv eləmirəmsə. Bəli, oradan Siz getdi. tapdınız sizdə. Mən Mən də tam dəqiqliylə onu bilmirəm, informasiya yoxdur baxın. Bu mahnını ortaq, Qədimski времена. Bəli, bu mahnını ortaq dostumuz Aygün Kazımova da oxuyur, bilirsiniz? Bəli, mahnı. Bəli. Aygün Kazımovanın da ifasında. Niyə mənim Da xəbərim fonda yoxdur? tapsınlar, istəyirsiniz. Niyə mənim biraz? xəbərim yoxdur? Bilmirəm. Hə? Yox, musiqinin Eyb içərisindəki yoxdur. rəqsdən söhbət getdi deyəsən, səhv etmirəmsə. Hə, siz sual verdiniz. Yox, orada bir dənə məqam yəni Cənab 420. Bəli, bəli. Bu Hint Mənim musiqisindən bir xəbərim parçaydı. yoxdur, Yəni eybi biz yoxdur. rəqs olaraq o 3 gün qalıb onsuz da. Amma Orada Məmməd mən Aygünə Bağırzadə deyərəm. bizim böyük bəstəkarımız, sənətkarımız, gözəl xanəndəmiz, həm də ifaçımız Məmməd Bağırzadə ruhu şad olsun. Onun musiqisidir və onun bütün musiqiləri öz-özlüyündə bir gözəlliyi var və əlbəttə ki əlbəttə ki, bizim kraliçamız Aygün xanım bunu ifa eləyib. Yəni ondan sonra Mənim xəbərim mən də yoxdur, Aygün müraciət eybi yox, elədim. 3 gün qalıbdı. Aygün Kazımovanın da ifasında var və elə Ayaz Qasımovun da ifasında yəni var Gözəl artıq. alındı, gözəl alındı. Təşəkkür edirəm, çox sağ ol. Bax, Füqar, mən indi sənə müraciət etmək istəyirəm. Ayaz oxuyur, Ayaz qarşımızda böyüdü, yəni efirdə. Yəni balaca bir oğlan idi, maşallah olsun. Sənətdə, yəni skandalsız, qalmaqalsız, hər zaman sənətdə yavaş-yavaş, Yavaş-yavaş var idi və o zaman o biraz dəbidə, biraz skandal etmək, kimsə kiməsə nəsə deyir. O da Zamiklə bir yerdə idi, səhv etmirəmsə. Amma Əvvəllər səhv yenə də salırdılar. biz böyük skandallar yaşamadıq. Yaşamadık. Amma ki, yəni Yo, sənətlə məşğul ol. Mən ən çox Ayazı bu tərzdə gördüm. Yəni çox sevindim. Yəni Təşəkkür Ayazı edirəm. da oradan da Çox sağ ol. illərdən doğrudan Ayaz biraz yəni mən Minnətdaram. bunu deməyə mənə düşər. Yəni həm yaşım, həm də stajım nöqteyi nəzərdən. Yəni qarşımızda, tamaşaçı qarşısında böyüdün və şükürlər olsun ki, sənətinlə məşğulsan. Bu çox yaxşı. bir Amma elə müsabiqə iştirakçıları var ki, onlar elə müsabiqə çərçivəsində qalırlar və Qalırlar çıxmırlar. və Amma çıxa bilmirlər. bu gün Ayazı biz solo ifaçı kimi artıq Əlbəttə. müstəqil Bax, ona görə. bir ifaçı Bir kimi də tanıyır onu və qeyd sevilir. edeyim ki, Ayaz biraz tənbəl olmasaydı, ondan da yüksəkliyə çıxardı. Mən o qədər təriflədiniz, indi mən ondan sonra məsuliyyətim Mənə 1-ə 10 lazım artdı. idi. Füqar Füqarlı bu Yox, sözü desin o Ayaz. biraz yəqin demək də gəlsin, istəyir. Mən Tənqid istədim, söhbəti də bu Fikrimin faktdır. gerisini Füqar dedi. Doğrudan Dostlarımız da var olun, təşəkkür edirəm. müğənnilərdə Çox o sağ olun. var da. Özləri fikirləşmirlər ki, o səslə, o istəyinə, o bacarıqla bunlar daha çox nailiyyət əldə edə bilərlər, amma Ayaz etmirlər. hələ gəncdir, hələ qarşıda onun Planlar böyük çox uğurları gəncdir, gözləyir inşallah. Planlar çoxdur, yəni yavaş-yavaş. İnşallah, inşallah. Vüqar Əziz, istəyir də nəsə eləsin, yəni nəsə bir şey Əlbəttə, olmalı. Yox, mən heç nə istəmirəm. yəni hər zaman, yəni Ayaz, sənin sənətdə hər Görürsüz zaman adam Təşəkkür sözün edirəm. düzünü Çox sağ deyəndə olun, deyirlər ki, İsmail. nəsə. Mən yəni istəyib deyirəm də, mən onu təbii ki. keçərdim, deyərdim ki, yaxşı. Bizdə belə format Qəbul belədir. edirəm. Məsəl üçün mən daha çox belə mal alıram. Vüqarda format dediyim Yox, kimi söhbət tənqidi yanaşma formatdan deyil, mən heç və bir Yusuf format- bəydədəki hər mövqe. Çünki aparıcısı odur. Baxa. Mən bunu heç bir format üçün Qarşı demirəm. tərəf Yəni görür. doğrudan da səsi olan insanlar mən Əlbəttə. istəyərdim Səs. ki, hər zaman inkişafda olsunlar. Səsdəki Ayaz. Əslində bir şey deyəcəm. İndi tənqid doğrudan mən önəmli sayıram tənqid deyil. tənqidi. Tənqid inkişaf aparır ifaçını və yaxud ümumiyyətlə istənilən sahənin insanı olsun fərq etmir. Yəni tənqid mütləq irəli aparır, tərif isə əlbəttə ki geri aparır. Elədir. Mən tənqidi xoşlayıram və bir də bir şey demək istəyirəm ki, əlimdən gəldiyi qədər nəsə etməyə çalışıram. Əlbəttə, Sözün yəni yerimdə imkanlar saymaq sevməyən bir daxilində, Ayazın ifaçıyam. imkanlar daxilində Nəsə etməyə Ayazın çalışıram mütləq. repertuarına bələdəm bu yüzdən, yəni Təşəkkür söylədim. edirəm, çox sağ olun. Əziz tamaşaçılar, belə mövzumuz bugün çox orijinaldır. Çox qəribədir. İnanın, yəni bəlkə əvvəlcə süjeti seyr edək, sonra mən mövzunu elan edeyim. Gəlin süjeti seyr edək. O süjetdən sonra isə mənə elə gəlir ki, Vüqarlı da çox kəskin, bəlli olmaz, kəskin söyləməz ki. Məncə Kazım bu arada daha yaxşı öz yorumlarını bildirə biləcək. Gəlin bərabər izləyək. Birinci süjetimiz gəlsin. Show biznesdə elə məşhurlar var ki, müğənnilik fəaliyyəti ilə yanaşı, bəstəkarlıqla da məşğul olurlar. Siyahının ən başında nazlı qəmzəli müğənnimiz Xumar Qədimova dayanır. Fəlsəfi mənaları ilə seçilən mahnılarını isə müğənni heç kimə həvalə etməyərək yalnız özü oxuyur. Yəqin, başqa müğənnilərin bu mahnıları körləyəcağından qorxur. Mənim ola, mənə qənimsən, mənim sənin kiyəm
Elza Seyidcahan bəstələdiyi qeyri-adi musiqilərlə hamını təəccübləndirməyi bacarıb. Hətta bu musiqilər o qədər uğurlu alınıb ki, hələ sağlığında İlhamə Quliyeva Elzaya müğənni kimi yox, bəstəkar kimi fəaliyyət göstərməyi məsləhət görmüşdü. Üşüyorum, 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 üşüyorum. Pop janrının ən sevilən müğənnilərindən olan Rəhim Rəhimli, Xumar Qədimovadan fərqli olaraq bəstələdiyi mahnıları həmkarları ilə də paylaşır. Belə ki, o mahnılarını Aygün Kazımova, Röya Ayxan, Niyam Salami və sair sənət dostlarına hədiyyə edib. Canımı sıxırdım, otlara yaxırdım. Bəlkə rəhm edəsən, bir söz deyəsən, didarım. Son illərin sevilən bəzi mahnılarını məhz Ceyhun Qala bəstələyib. Show biznesin divası Aygün Kazımova başda olmaqla bir çox müğənniyə mahnı verən Ceyhun hətta onların bəzilərini həmkarlarından alaraq özü oxuyub. Sevgi satılmaz babamın parasına, alıp sınav çekim orasına burasına. Tünzalə Ağayeva da mahnı bəstələyən məşhurlar siyasındadır. Belə ki, o bir çox mahnılarının söz və musiqisini özü yazıb. Sen tanımadığın normal mısın? Belki de gizli bir sevdan mısın sen? Sen akıl normal mısın? Sarırsan yaralarım. Show biznesin yaxın qohumları sayılan Niyaməddin və Cabbar Musayev də müğənnilikdən əlavə estradamızda yadda qalan bir çox hit mahnının müəllifləridirlər. Onların əksər bəstələrini Könül Kərimov oxuyub. Aşıqəm mən səndə o qara gözlərə, ürəyimi oda salan gözlərə. Bir zamanların ən hit mahnıları ilə gündəmdən düşməyən Elçin Cəfərov bugünkü gündə nədənsə o hitlərdən uzaq düşüb. Amma müğənninin Aygün Kazımova, Günay İbrahimli üçün yazdığı mahnılar zamanında çox sevilib. Bir parça get, bir parça get, biraz da get. Onun adı nedir öğrenin, sevgi mektubu gönderin, bircik kəlmə ucundan buladına. Bundan başqa Əhməd Mustafayev, Nura Suri, Rəşad Dağlını da bəstəkar müğənni hesab etmək olar. Meyxanaçı Rəşad Dağlı isə Elçin Cəfərova Göstər Get adlı mahnı yazıb. Gel bugünlük bitsin sensizlik, bir günlük mənə bir sirlik. Dünya göster get, amma göster get. Belə olan halda ortaya bir sual çıxır. Müğənnilər özləri bəstələyib, özləri oxuyacaqsa, bəstəkarlara ehtiyac yoxdur. Bütün bu suallara studiyamızda ekspertlərimiz cavab verəcək. Hamısında da Aygün Kazımova, Aygün Kazımova, Aygün. Hamısında Aygün. Biri az idi, biri də gəldi. Və birində olmadı. Bəli, tamamilə doğrudur. Əziz tamaşaçılar, çox orijinal bir mövzudur. Müğənnilər özləri bəstəkarlıq edib özləri də oxuyurlar, amma bəziləri mahnılarını paylaşırlar digər müğənnilərlə. Mən istərdim elə bu barədə öz ilk olaraq fikrini, əlbəttə ki, Vüqarlı bilirsiniz, sonra mən əlbəttə ki, Kazımın fikirlərini öyrənmək istədim. Ayaz Kazım. Çox sağ olun. Olsun. Daha burada oturanda belə olacaq. Öyle burada oturanda belə olacaq. Vüqarlı Kazım. Mən yaxşı Yusifli demədim. Deməli, Buyur. Kazım, bu insan nə olar? Hə, buyur Vüqar. Deməli, o müğənnilər ki, bu mahnılarını yazdılar. Mən həmişə demişəm ki, yəqin onlar qənaət eləmək istəyirlər ona görə. Yəni ki, bəstəkara pul verməmək xətrinə. Bu əlbəttə ki, biraz zarafat yanı deyilib. Amma bir də onun həqiqət ondan ibarətdir ki, müğənnilər hansılar ki, mahnıları yazdılar, o mahnılar oxuyur, nəinki özləri oxuyur. Hətta başqa müğənnilər də bu mahnıları oxuyurlarsa, deməli bu da oradan da bu yazmağı bacarır. Yazmağı bacarırsa niyə də yox? Niyə də 80-ci, 90-cı illərdən bizə o bəstəkarlar var, otururlar, mən beləyəm, mən eləyəm, mən 80-ci ildə belə yazmışam, mənim mahnılarımı həm Avropada belə oxuyurlar. Onları oturub qulaq asmaqdansa, elə özləri mahnı yazsalar daha yaxşı olar. Məncə hesab edirəm ki, bu yeni nəfəs lazımdır. Və o elə bir bəstəkarlara oturub qulaq asmaqdansa, özü yazsa, özü yaratsa və bu alınırsa, yəni ancaq özü üçün yazıb, özü qulaq asmırsa, onda niyə də yox? Yazsınlar da. Bəli, soruşdum hətta bu anons zamanı, soruşdum ki, Rəhim Rəhimli necə yazır? Məsələn, Ceyhun necə yazır? Qəşəng. Yazırlarsa, niyə də yox? Qoy yazsınlar və o
oturub özlərini tərifləyən bəstəkarlara da bu nümunə olsun ki, qardaş, sən yazma. Sən otur elə 80-ci illərin abu havasını ən əsası, yaşa. yəni gənclərdir bunlar. Ayaz. Gənclərdir. Bunlar gənclərdir. Və- Yazanlar gənclərdir. Bəli. Və bir zaman öyle bəstəkarların yanına məsələn gəlirdilər. Onlar deyirdi ki, yox 5.000-dən aşağı mahnı yazmıram, 8.000-dən aşağı mahnı yazmıram. İnandırım sizi ki, indi o bəstəkarlar oturublar gözləyirlər ki, axır kimsə bunlara müraciət eləsin ki, bunlar mahnı yazsın. Bəlkə ona görə müğənnilər özləri başda yazıb Ona görə oxumaq də ola özləri bilər. yazırlar, oxuyurlar da. Bu da faktdır, bəli. Fakt. Yəni, Mən yəni Şəxsən başıma gəlib, elə mən sizə deyim. Aha. Günlərin bir günü mən yəni müraciət elədim bəstəkarlarımızdan birinə. Yəni Samballılardan bəli, təbii ki, gördüm ki, sözün düzü elə bir məbləğ deyildi ki, düşündüm ki, yəni musiqiyə də fikirləşdim ki, kommersiki deyildi, biz belə bu dillə desək. Baxdım ki, kommersiki musiqi deyil, əla musiqidir, super musiqidir, amma bu musiqi mənə belə deyim, qazanc gətirməyəcək. Təmiz, açıq söhbət edir də, burada bu mövzuda və danışırıq. mən niyə bu pulu bu bəstəkara verməliyəm? Yox, məsəl üçün ala bilərsən başqa bir musiqi, hansı ki belə deyək ki, yəni sadəcə özün üçün də, yəni fanatekamda olsun. hə, yəni o bir yüzden. sənət göstərə bilərsən orada Bəli. və s. Amma onun hər hansı bir belə deyim, uğur gətirəcəyini şəxsən mən ardısa görə Yəni, bilirəm o ardısa. mahnı ilə sən Mahnı pul seçimi qazana edərkən. bilməzsən. Anlayıram. Bəli, bəli. Bunlar hansısa bir müsabiqədə deyir ki, Tədbirlərdə səni tədbirə- aynı mahnıya görə çağıra bilməzlər. Bax, Yox, ona görə yox. Ayazın dediyi bu. bu mahnı filan bəstəkarındır, hə. Format onun olaraq o xətt- deyil. Müqariblərdə prestij deyərik, bu mahnı filan Kəsindir. bəstəkarın Ancaq ona mahnısıdır. görə. Amma yenə deyirəm, o bəstəkarlar da artıq yerində addımlayırlar. Mən niyə də Ceyhun kimi, elə Rəhimli kimi bəstəkarlar ortaya çıxıb, müğənnilər ortaya çıxıb mahnı yazmasınlar. Niyə də yox? Qoy yazsınlar, alınırsa, oxunursa, özlərindən başqa digər müğənnilər də bunu oxunursa, səhv etmirəmsə Ceyhun hətta mahnısını satır da. Yəni, Hamısı nəinki satır. bağışlayır. Hamısı satır. Sata da Vüqar. mahnılardır. Niyə də Mənə elə satır? gəlir ki, Ceyhun Qalanın mahnısını Aygün Kazımovanın oxuması Ceyhun üçün özü elə böyük prestij. Orada- indi orada biz ondan məqamlar da, var, yəni deyirəm o- ki, Müəyyən məqamlar var orada, əlbəttə ki. məqamlar var ki, O- Ola bilərdi məqamda, Həm də bir nəsə şey aranjmanın deyirsə, filan kiçik. ümumiyyətlə baxır biz nə istəyirik, nə istəyirik. Yəni hansı bir musiqi tərzinə biz axtarışındayıq. Əgər klassik musiqi istəyiriksə, bizim müğənnilərimiz klassik yəni musiqilər yazmırlar. Bunun yəni reallıqdır bu. Pop musiqisi daha çox yazılır. Yəni yazan ifaçılar, Popçular, bəli, biri də popçular. mən, iki də mən qarşıyam. Bəli. Yəni pop musiqi yazar, mən də Bəli. yazar. Biraz belə böyük Xəbərim çıxmasa, var, yəni bir iki xəbərim dənə var, olub. nəsə eləyə bilirəm, amma təbii ki, tam olaraq mən bu işin professionalı deyiləm. Bunu mən Amma özüm yazıb boynuma özün alıram. oxumusan Ayaz. Var, elə musiqidə var, istəsəniz oxuya da bilərəm birazdan. Yəni öz bəstəmdir. Özün oxumusan, yəni başqasına Yox, öz həvalə bəstəm. eləmə. Başqa məsəl üçün Elvin Abdullayev oxuyub mənim bəstələrimdən, bəli. Yəni başqa hələ ki yazmamışam sözün düzü ki, təqdim yeri edim gələndə kiməsə. bir o insan Bəli, beyninə amma mən vurur, yəni ilham demək bərkir. istədiyim odur ki, klassik yəni musiqiləri bizim ifaçılar yazmırlar. Klassik musiqini mütləq peşəkar bəstəkardan almaq lazımdır. Məsəl üçün mən ən çox müraciət etdiyim Aygün Səmədzadədir. buradan Yəni böyük salamat o boyda yetiririk. böyük sənətkarın yanındadır. Mən deyim ki, mən musiqi yazıram, bu da alınmaz, bu da uyğun olmaz. Mən peşəkar dediyim Aygün Səmədzadədir, Vüqar Camalzadədir. Bizim çox-çox böyük bəstəkarlarımızdan biri olan Vaqif Gərayzadədir. Bəli, Mən əlbəttə mütləq ki. onların adlarını qeyd eləməliyəm. Çünki bizim yeni, belə deyim, bugün məsəl üçün gündəmimizdə hal-hazırda mən deyərdim ki, yaşayan canlı karifeylərdilər onlar. Gözəl sənətkarlarımızdır. Var olsunlar, hər birinə də can sağlığı arzulayırıq. Getirir hər birinə. Hazırda isə bir anons izləyirik kimi hazırda. Bir anons gəlir əziz tamaşaçılar. Kazımdan sonra sənə mütləq söz verəcəyəm. Hansı məşhura qarşı soyğunçuluq elədilər? Küllü miqdarda pulu əlindən alınan müğənni hansı addım atacaq? Birazdan. Sədar İnstrumental Ansamblı təşəkkür edirəm uşaqlar sizə və əziz tamaşaçılar, bu mövzumuz biraz deyəsən uzun çəkəcək. Çünki Kazımın yorumları mənim çox vacibdir. Çünki Kazımlı. Bir gün ona deməyə haqqımız var çünki az sonra. Hə, Kazım buyur. Çünki bu mövzuya sənin özəl aidiyyatın olmalıdır. Hə,
Çox sağ olun. Mən ümumiyyətlə yaxşı məsəl üçün musiqilər görəndə həmişə onun sahibini görürəmsə, eşidirəmsə, onu mütləq ona çatdırıram. Və çox sağ olsun ifaçılar ki, yəni doğrudan da özlərini görürlər və o ifalar onlarda yaxşı alınır. Misal üçün bir parça Keks, mən 2016-nın hiti oldu, yoxsa 2015-in? 2015-in. 2015-in misal üçün o vaxtı mən indi də elədi. Elçin Cəfərovla işbirliyimiz var idi bizim və Kazımovaya mahnı yazmalıydıq. Bu mahnı ərsəyə gəldi. Daha sonra orasına, burasına, Ceyhun Qala o mahnını mənə maşında demo variantını eşidəndə, Aygün Kazımovaya göndərəndə elə qulaq asan kimi dedi ki, hə, bu mahnı mənimdir. Və bir çox mahnılar. Mən Vüqarın sözü ilə razıyam. Yaxşı alınırsa, niyə də yox? Yaxşı alınırsa, niyə də yox? Və bu bizim sujetdə gedən ifaçıların mahnıları yaxşı alınır. Yəni çox yaxşı alınır və mən bunu yaxşı qiymətləndirirəm. Təkcə özün yox, başqa ifaçılar da oxuyur. Çünki sən özünü başqa aspektdən göstərirsən artıq, başqa tərəfdən göstərirsən tamaşaçıya. Kimsə vermirsə... Rəşad Dağlı da bu mahnısını. O çox gözəl sözlər yazır, misal üçün. O da görürsəm, musiqi amma bu dəfə yazdı. Yox, o göstərgeci deyirsinizsə, onun musiqisi Hacı Nazimindir. Sözləri Rəşad Dağlınındır. Sözləri Rəşad Dağlınındır. Çox reaksiya verdi. Yaxşı. Yəni mən alqışlayıram və çox bəyənirəm. Yəni burada mənim sualım Ayaz, yəni bu o deməkdir ki, əgər bayaq sənin dediyinə qayıtsa, əgər mən heç bir bəstəkara qarşı mənim hamısını, yəni əzizlərim də hamısına böyük hörmətim, böyük sevgim, böyük saygım var. Əgər biraz yaşlı bəstəkarlar artıq mən professionalamsa, məsəl üçün filan qiymətə yazıramsa, gənclər əgər haradasa artıq, yəni bayaq Vüqarovların dediyi kimi, gənclər artıq yazmağa başlayırlarsa, bu gənclərin artıq yəni bir ordu olaraq qarşıya gəlməsi, yaşlı bəstəkarların geri çəkilməsi demək deyilmi haradasa? Onlar unudula bilərlər filan. Məncə yox. Yox. Yox, bayaq vurğuladım, yəni qeyd elədiyim kimi, yəni bizim ifaçılar, içimən qarışıq, yenə deyirəm bu sözü, mən də çalışıram isə yazım, amma mən görürəm ki, yəni məsəl üçün klassik mövzuda mən yaza bilmərəm və ya ümumiyyətlə başqa bizim ifaçılarımız klassik mövzuda biraz daha belə ciddi musiqilər yaza bilmirlər. Bu açıq, aşkar yəni ortadadır. Bunların daha çox, mən deyərdim ki, peşəkar bəstəkarlara müraciət etməyi daha vacibdir. Yəni o cür musiqilər ki, məsəl üçün klassik musiqi istəyirəm. Yəni o zaman, məsəl üçün bayaq qeyd elədiyim kimi bizim böyük sənətkarlarımızın adını da qeyd elədim. Vaqif Yarazadə, Aygün Səmədzadə, Vüqar Camalzadə. Bəli, çox həqiqətən bugünkü zamanəmizin ən şedevr bəstəkarları hesab edirəm onları. Böyük bəstəkarlardır. İstehsal edir, ulduzlar istehsal edir. Tamamilə doğru. Nailə Mirməmmədli, mən adı vurgulamaq istəyirəm. Çox gözəl sənətkarlarımız var. Yəni onlardan sonra bizim klassik mövzuda hər hansı bir musiqi yazmamız, Faiq Cücəddinov, bəli, adlarını unutduğumuz digər bəstəkarlarımız, efirdən üzr istəyirəm. Yəni ola bilər ki, yadımdan çıxdı, adlarını qeyd eləmədim, amma belə bəstəkarlarımız var ki, biz klassik mövzuda deyərdim ki, daha peşəkar, yəni belə deyim, formatda musiqi istəyiriksə, məhz o bəstəkarlara məncə müraciət eləməliyik. Amma pop musiqisi, çox üzr istəyirəm Vüqar, pop musiqini bir qədər mən elə düşünürəm ki, cavan nəsil daha yaxşı görə bilir. Yəni, Vüqar, bu mənim bir fikrim olacaq, buyur. Deməli, istəyir böyük bəstəkar, istəyir kiçik bəstəkar, inkişaf eləmirsə, yəni özü oturub sadəcə deyir ki, yox, mən beləyəm və mənim qiymətim filan qədərdir, ondan aşağı mən heç nə yazmıramsa, o inkişaf etmir artıq. Və elə bəstəkarlar var ki, elə böyük bəstəkarları da götürür, o deyirləri sözün əsl mənasında xalturaya yol verirlər və öz musiqiləri də bir də görsən ki, eyniləşir. Yəni bu adam artıq deyir ki, mən razıyam, bəli. Bilirsiniz, məsəl üçün, hansı bəstəkar? Kimsə, bunlar cavandır da, məsələn, hansısa müğənninin 25 yaşı var, 24 yaşı var, onun nə xəbər var ki, bu 30 il bundan öncə nə yazıb? Ya da 40 il bundan öncə nə yazıb, 25 il bundan öncə nə yazıb. Bunlar da götürürlər elə köhnə mahnılarını, sadəcə olaraq orasını, burasını düzəldir verirlər. Və o da olur ki, yeni mahnı filan bəstəkardan. Bəli, var elə bəstəkarlar və gəlin buna tanınmaz bir faktor. Düzdür, onların da iş üslubu belədir. Bunlar da belə işləyir. Amma mən yenə deyirəm, böyük, kiçik, hansı bəstəkar olur olsun, yaxşı yazırsa, ona yol açıqdır və onun adı da həmişə çəkiləcək, mahnıları da hər zaman seviləcək. Daha o naftalin olub qalmayacaq, 80-90-cı illərə qalmayacaq və onlar inkişaf edəcək və istəyir xaricdə, istəyir Azərbaycanda. Vaqif Yarazadə haçan musiqi yazırsa, o hər zaman normal qarşılanır. O heç o şedevr. Şedevr, həqiqətən. Yəni, çünki bu adam özünün üstündə... Onda misal üçün, fikir yayınır burada da, yəni həm bəstəkardan müğənnidir, yəni burada haradasa biraz
fikir ayrılığı yaradır. Yəni tam Müğənni də ki, mən Ayaz deyir ki, Bilirsiniz, klassik janrlara musiqini bölmək yaza lazımdır. bilmirlər. Belə müğənni var ki, Üzr istəyirəm. bəli. Çox üzr istəyirəm, sözünü balla kəsirəm. Yəni mən elə gəlir ki, Üsmən, yəqin ki, Kazım da razılaşar mənim bu fikrimdən. Janr etibarilə baxmaq lazımdır. Yəni bəstəkarların hansı mövzuda yazırlar, hansı formatda yazırlar. Yəni klassik mövzuda yenə deyirəm, adlarını sadaladığımız bəstəkarlar klassik mövzularda daha üstün, daha da keyfiyyətli bir musiqilər yazırlar. Amma məsəl üçün gənc nəslin yazdığı məsəl üçün musiqilər ola bilir ki, 1 il, 2 il, 3 il, maksimum 4 il yəqin ki, mənlə razılaşırsınız. Ömrü bu qədər olur. Amma məsəl üçün mən üzr istəyirəm. Vüqar Camalzadədən məsəl üçün oxumuşam, sevgilimi istərəm. Mahnı 6 ildir hələ də yəni tamaşaçıdan o istəyi mən görürəm. Mahnıya istəyi görürəm. İstər Aygün Səməzadə peşmanam görüm. Yəni hara gedirəm mən musiqilər istəyirlər. Bu şəhər ikimizindir. Yəni bəs bax bu silsilədən olan musiqilər bəli. Hələ də istənilir. Bu nə deməkdir? Bu artıq bəstəkarın böyüklüyündən xəbər verir. Bu bəstəkarın peşəkarlığından xəbər verir və belə. Və sair. Kazım buyur. Amma mən düşünürəm ki, misal üçün 10 ildən sonra bugün bizim təriflədiyimiz gənc ifaçılar var. Onlar inkişaf eləməsələr, onlar elə bilin ki, indi bugünün dəbi keksdir, orasına burasınadır, de onun adı nədir. Əgər 10 ildən sonra bu yeni davam eləsə, onlar elə 2016-da qalacaqlar. Amma bizim elə bəstəkarlarımız var ki, misal üçün onların Günün yazdığı... nəbzini tuta bilirlər. Hə, Bəstəkar ay sağ var, ol. günün nəbzini Bugünün tuta nəbzi bilir və onu keksdir, buna- orasına Yəni burasınadır. belə çıxır ki, belə bir nəticə gəlmiyorlar ki, gənclər bəstələdikləri kütləvi, yəni Amma var, bir kütlə Zamanın üçün nəbzini tutmaq üçün mən zamanla deyərdim, yadda bəli. qalmaq üçün yox, Söz sadəcə oyunundan ibarət, söz oyunundan ibarət musiqilərdir. Gəlin buna açıq, real baxaq. Söz oyunu var burada, yəni. Düz deyil. Onlar O da da ki- günün nəbzini tutublar. o da Söz oyunu tələb- bugün Yox, o da reaksiya ki, verir. tələb O da etsənə gözəl bir də, şey. Yusif. Onu da razı deyiləm ki, çünki o mahnılarda 3 günlük, 4 günlük mahnılardır. Yəni orasına, burasına olsun. Yəni başqa o oxuyur nələ o almalarında və s. Onlar görsən indi Burada da işlər. almaları ən xitmanlı idi Yəni ki, almalar oldu. var Xitmanlıları idi. vaxtı ilə görsən Vaxtı indi ilə. axır. Yox, mən yaddan deyərdim ki, indi də istənilir. Amma məsəl üçün... O qədər yox. Özün dediyin kimi Məsəl üçün, məsələn Aygün Səməzadə. Faik Sücətdinovun Əgər məni unutsan, o Neçə şədəvr. illərin musiqisidir, bəli. Bu gün Faiq də oxunur. Sücət- Yəni mahnı var ki, İlham bir dəfə yazdı Əquliyevanın və bütün 40 mahnıları. Belə çıxın almaların da söz oyunu var orada da ya almaların. Söz oyunu, mən dediyim kimi, Hətta yəni- bir şəkil də göstərdi. Əlində 2 yeşik alma deyib tutub dayanmışsın. Hələ güya da, yəni güya da. Yəni Yəni alma. güya ona deyilir də, yəni güya almaya deyilir Söz də. oyunudur da, orada dediyimiz iki Murad, məna ola bilər. ay Müəyyən Murad. O məna özü ola bilər. hərə öz fikrində nə tutur onun Yavr fikridir. eləsin. Məsəl üçün Eldar Mansurovun bayatıları o heç də o bütün dünyanı gəzdi. Mən hər dəfə deyirəm. Yəni o bəstəkarların da hüququ var, haqqı var ki, O da yaxşı illərlə promotion öyünsünlər. oldu, ona Çünki görə elə o oldu. musiqilər Azərbaycan musiqi tarixinə öz mən deyərdim ki, möhürünü vurub. Yaxşı, onda uşaqlar, mənim sizə sualım olacaq. Buyurun. Yaxşı, onda yəni bu şəxs iki iş görür. Həm bəstəkarlıq, həm də oxuyur. Olmazmı yəni biriniz? Məsəl üçün İlham Əquliyeva bir zamanlar ərzə etmiş ki, Ərzə sən yəni mahnılar bəstələsən daha yaxşıdır. Yəni ifa eləmə. Axı onlar həm də pul qazanırlar. Ceyhun Qala yazdığı mahnılardan pul qazanır, Elçin Cəfərov pul qazanır. Əza Seyidcahanın xəbərim yoxdur. Çünki şəxsən onlar Xumar tanıdığım Qədimov üçün- pul qazanmır. Xumar Qədimov Xumar vermir Qədimov özü mahnılarını. oxuyur. Vermir mahnılarını. Mahnıları heç kəsə ver. Xumar Çünki Qədimov mahnıları heç kəsə ver. onu oxumaq tərzi elədir ki, o mən təsəvvür elə bilmirəm Xumar Qədimov mahnısını onun başqa ruhunu- başqa müğənni necə oxuya bilər. Onun ruhunu bəli. Yəni tamam başqa Xumar tərzdə ruhunu oxuyur. ancaq o özü duya Amma bilər. məncə oxusunlar, niyə oxumasınlar? Yox, alınmayacaq məncə. Çünki Məncə elə ki, mahnılar olmayacaq. var ki, insan özü üçün yazırsa və bilir. Çünki doğru- özü üçün yazır. Misal Sən üçün- axı, sən axı görməmisən onun Bəli, başqası başqa. üçün Misal yazdığını. üçün, Ona Kazım, görə də belə deyək də, Xumar Qədimov mahnısını kim oxuya bilər? Kim Mən- təxəyyülündə kim ola bilər? Kim oxuya bilər Xumar Qədimov? Röya oxuyar. Röya oxuyar. Heç mən Mən Röyanı görərəm orada. mən görürəm. Zülfiyə xan Babayeva oxuyar. Yəni biz siz Xumar Qədimovanın biz Onun başqaları başqa üçün bir yazdığını dünyası var. görməmişik deyə bizə indi fikir Yox, onun söyləmək çox çətindir. stili başqadır O özü ya. oxuyub, özü də ürəyim stil deyəndəki 6-8 musiqisidir və Xumarda 6-8 başqa bir. O xumarlı 6-8. Yox, ürəyin- Xumar Qədimov janrı tamam başqa janrdır. Yəni Başqa. çox fərqlidir. biz görməmişik. Bax bizim üçün O da ona görə fəlsəfi çətindir anlam ki, var orada. Xumar Qədimova mahnıları haqqında Yəni biri danışmaq. oxusun, Çünki görməmişik axı onun ki başqa Bəli, heç kəs ifalar. onu Əgər görmüş, məsəl üçün Xumar Qədimova Gəlin çox Ayazdan üzr istəyirəm. soruşaq. Vüqar, Bu Vüqar, müğənni Vüqar, sözü üzr istəyirəm. Məsəl üçün Xumar Qədimovaya müraciət eləsən ki, Ayaz üçün bir mahnı var, yaz, o da Ayazı gözünün önünə gətirəcək və onun üçün yazacaq. İndi
indiyə qədər yazdığı mahnılarımızı özü üçün yazıb deyə biz heç bir fikir söyləyə bilmirik. Söhbət ondan gedib, Ona biz görə- danışdıq ondan ki, Xumar Qədimov oxuduğu mahnıları kimi oxuya bilər. Biz Ayaz, sən Oxuya bilərəm, əlbəttə. Oxuya bilərsən. Kərtənkələ. Çünki o mükəmməl bir əsərdir. Orada tamam onun başqa bir ənlamı var o kərtənkələ mahnının. Yəni heç cürüzüm elə bilərsən mən hansı birini, yəni hansı birini. Hansı birini, hansını bəyənirsən? Xumar Qədimov repertuarından. Yəni uşaqlar professional musiqiçilərdir bunlar. Gələcəyəm, gəl desən. Gəlişinlə sən etdin, etdin mənə zulüm. Sözlərini artıq bilmirəm. Ya məni öldür, qurtar, ya da ki yaşat məni. Sən yoxsan deyə gülüm, yaşatmır həyat mənim. Ya məni öldür, qurtar, ya da ki yaşat məni. Sən yoxsan deyə gülüm, yaşatmır həyat mənim. Misal üçün Əzbərdən bilmədiyimə görə Misal üçün bu mahnını Elton da oxuyub. Xumar Qədimov. bir var ki, Oxuyub söhbət Elton. ondan getmir. Söhbət Çox ondan gözəl gedir ki, musiqi daha bu Bəli, musiqi. gözəl əsərdir. Super. Cəlal mahnını Qurbanov yazıb yazan, özü sözləri. üçün Bardan mahnını söyləyir. yazan, bir dəqiqə, özü üçün mahnını yazan müğənni bu mahnını yaşayır. Amma digər müğənnilər bunun səsinin gücünə, professionallığın gücünə, peşəkarlığın gücünə oxuyurlar. O başqa tamam Yəni fikir şeylər. verin əslində, Yəni, yorumlar bu- başqa bir var mahnı- fərqlidir. Ona görə də yəni Ayazın müəyyən gözəl bir yekdil səsi bir var. nəticəyə gəlmək Bəli. mümkün deyil bu işdə. Ayazın gözəl səsi var, mahnını qəşəng oxuya bilər, amma onu yaşamaq söhbətində qalsa, mahnının müəllifi kimi mahnını yaşayan mən Ayaz bilmirəm. yaşamadı. Bax bu Xumardan məqamda bir getmir. şey vurğulayacağam. Yəni çox üzr Ayaz istəyirəm. yaşamadı yəni. Yəni necə? Yox, bilirsiniz niyə görə? Mən sizə bir şey deyim. Vüqar, ola bilər düz deyir Vüqar hardasa. Müəyyən dərəcədə niyə görə? Dinləyici də herhalde onun öz fikri var. Dinləyicinin fikri mənim üçün həmişə maraqlıdır. Nəyə görə səbəbini açıqlayım, özümə də bəllidir. Buyur. Niyə görə mən bunu tam olaraq oxumadım? Çünki mən mahnının sözlərini əzbər bilmirəm. Mahnının kantasını tam olaraq əzbər bilmirəm. Dinlədiyim, eşitdiyim Onda musiqini Ayaz. sadəcə dilə gətirdim. Onda gəbər eləyib. Gəlin buradan bizim gözəl müğənnimizə, Nazlı Qəmzəli, Xumar Qədimə müraciət edək. Gözəl bir əsər bəstələsin. Sən də onu Və paylaş. bu yaxınlarda mən sizə deyim, bu yaxınlarda biz bir səhnəni bölüşürdük Xumar xanımla. Belə fikir oldu aramızda ki, yəni biz duet oxuyaq. Çox gözəl. Çox yaxşı alınır məncə. Amma deyilmi? burada. Baş üstə. Burada. Xumar xanımını da salamlayıram efir Bazar vasitəsilə və ertəsi. inşallah yəqin ki Bəli, bazar ertəsi. Bəli, ən özüm əsas. şəxsən müraciət eləyəcəm Xumar xanıma, elə efirdən Mən də artıq müraciət buradan edirəm. müraciətimi bildirdim. Biz qəşəng bir duet hazırlayaq Xumar xanım, mütləq İnşallah. gələk, elə ondan Sevə-sevə sonra da oxuyaq. məmnuniyyətlə. Çünki gözəl bir Ümumən. tandem yaranar. Təşəkkür edirəm. Əziz tamaşaçılar, belə ümumiyyətlə yekdil bir rəyə gəldik, yoxsa yox bu mövzuda? Ümumiyyətlə yekdil bir rəy oldu mu? Yəni yox, yekdil rəy olmadı. Yəni olmadı Vüqar. Yəni uşaqlar yekdil rəyə gəldi bu mövzuda. Yəni oxusunlar, oxumasınlar. Bəstəkarlar, Oxusunlar, niyə oxumasınlar? başqaları yazırlar, Yenə deyir, yaxşı alınırsa oxusunlar. Yaxşı alınırsa Yetər ki, oxusun. yaxşı mahnı olsun. Amma bütün bunlar indi biz ancaq yaxşılarından danışırıq. Sərə- Bunun elələri var ki, misal üçün yaxşı alınmayıbdır. Çox pisləri var. Elələri var Çox ki, pisləri var, yəni ki. qənaət Kimdir yoxdur. pislər? Var pislər. Kimlərdir pislər? Mən sizə deyim, bu dəqiqə bayağı mahnılar... Kazım o dəqiqə mikrofonu qoydu yerə. Fikirləşin. Kazımın haqqı var o barədə. Yəni doğrudan da yəni o daha Sən yaxşı radio görə bilir. DJ-sən, milli musiqilərimizi daha çox qədər təmsil görə edirsən. bilir Kazım ki, görəsən kim nə oxuyur. Hamısından xəbərdardır maşallah. Fikirləşir. Haqqılar asılı bir məqamda Yaxşı ki, vurğulayım. kimin adını desəm yaxşı olar. O bayağı kimin adını desəm pis musiqilər, olar, inanın. olmaz. Qorxan deyirəm. Hüsmən, inanın ki, o bayağı musiqilər valla zərbədir bizim musiqimizə. Eləməsinlər. Valla iki dənə belə bir söhbətlər eşitmişəm ki, mən otururam söhbət elədiyim yerdə 6-7 dənə mahnı yazıram. Bu necə mümkündür? Necə? Estağfurullah, onu yazan kimdir? Mən Wunderkind Milli kimdir o? Konservatoriyanın tələbəsi olmuşam. Yəni konservatoriyada təhsil almışam. Kifayət qədər təhsilim var. Musiqi təhsilim var, var və mən bugün mən də piyanonun arxasına əyləşib 100 dənə kanta göstərə bilərəm. Amma bu o demək deyil ki, mən əla yazıram. Yox. Amma ən azından bayağı notlardan çox-çox kənaram və özümü müalicə edirəm bu şəkildə. Mən boş vaxtlarımda caz musiqi dinləyirəm və digər dünya musiqisinə qulaq Sizcə asıram. bir sual verim. Musiqi təhsil istəyir sizcə? Yəni bunu Yox. sual vermək istəyirəm. Razısınız mənimlə? İstəmir. Yox. İstəmir. Böyük bəstəkar Ələkbər Sonradan Tağıyevin hə, musiqi, sonradan hə, musiqi amma savadı yox o idi. birinci ki o təhsilin yoxdur, evdəsən, atandan, anandan bir dənə
sintezator istəyirsən ki, ürəyim istəyir də, yəni ki, Amma gəlib də, böyük təb gəlib bəstəkar də. Ələkbər Tağıyev, onun musiqi savadı Eynən, yoxdur, böyük sənətkar. eynən. Və yaxud da Bəli, dünya miqyaslı, bir dəqiqə, dünya miqyaslı böyük, mega bir sənətkar Frank Sinatra. Onun musiqi savadı yox idi. Frank Sinatra o musiqini sadəcə onu ifa edirdi, o musiqini, yəni o sluq deyirəm, o ilə oxuyub və o ilə də oxuyurdu. Hər şey dünya miqyaslı böyük bir metr idi Frank Sinatra. Yəni budur. Yəni mən sözü ona gətirirəm ki, bax, bugün bizim gənclərimiz arasında belə musiqi təhsili olmasa da, Çox amma gözəl. buradan gəlir də, bu başqa bir şeydir. Aparıcılıq da olmalı, elə bir şeydir, yəni Əlbəttə. düşünürəm. Yəni, ona görə Hər bir işə sevgi ilə yanaşmaq lazımdır. Mən bu Bəli. qənaətə Onda sonra gəlirəm. sevgi yanaşdığı Hər öz əsərlərdən içində. birini burada ifa elə. Böyük məmnuniyyətlə. Yaxşı, mövzumuza uyğun olaraq mən istəyirəm Aha. ki, öz cızmaqarı elədiyim musiqini Nədir? ifa İndi biz eləyim. qiymətini Mən verərik dostlarım indi. çox sevirlər bu musiqini. Təəssüf olsun, mənə dəfələrlə deyirlər ki, bu musiqini belə deyim də, yayımla, tez-tez oxu. Amma ondan sonra da oxumaq qənaətinə gəldim biraz Nə əvvəl. deyirəm ki? Onda Buyurun, ondan sonra eşidin. oxu. Bilmədin Buyurun. adlanır. Buyurun. Eşidək. Səni bu şəhərdə axtaranda ümidsiz xəstəyə dönmüşdüm o an. Amma yenə qəlbimdə gözləyirdim, istəyirdim səni qaytarsın zaman. Bir gün biz görüşdük yenə də, bu görüşə bənzəmədi. Mən açdım qəlbimi, sənsə dinlədin, yenə külək kimi ötüb keçmədin. Onda bu halımı sən heç bilmədin, nə çəkdiklərimi sən heç görmədin, qəlbimdəki arzuları sən heç görmədin. Onda bu halımı sən heç bilmədin, nə çəkdiklərimi sən heç görmədin, qəlbimdəki arzuları sən heç görmədin. Səni bu şəhərdə axtaranda ümidsiz xəstəyə dönmüşdüm o an. Amma yenə qəlbimdə gözləyirdim, istəyirdim səni qaytarsın zaman. Bir gün biz görüşdük yenə də, bu görüşə bənzəmədi. Mən açdım qəlbimi, sənsə dinlədin, yenə külək kimi ötüb keçmədin. Onda bu halımı sən heç bilmədin, nə çəkdiklərimi sən heç görmədin, qəlbimdəki arzuları sən heç görmədin. Onda bu halımı sən heç bilmədin, nə çəkdiklərimi sən heç görmədin, qəlbimdəki arzuları sən heç görmədin. Onda bu halımı, nə çəkdiklərimi, qəlbimdəki arzuları sən heç görmədin. Onda bu halımı sən heç bilmədin, nə çəkdiklərimi sən heç görmədin, qəlbimdəki arzuları sən heç görmədin. Onda bu halımı sən heç bilmədin, nə çəkdiklərimi sən heç görmədin, qəlbimdəki arzuları onda bu halımı ne çektiklerimi sen hiç görmedin, kalbimdeki
sən heç görmədin. Belə. Təşəkkür edirəm. Təşəkkür Mahnının edirəm Ayaz. akustiki də yaxşı alınır. Bəli. Akustiki də çox maraqlı alınır. Hə, buyur. Ha, indi fikrini de bu. Yo, o dəfə demişdim fikrimi o ki, Zak Starçın yaxşıdır mahnı. Bu mahnı da yaxşıdır, bu həkimlərə qarşı yaxşıdır ki, sən heç bilmədin, sən heç görmədin dərdimi. Yəni həkimlər yüzü Marujdu mu bu? Vallahi Yenə də saldın görmədin. şöyle nə qədər deyir əzab verdin, görmədin, bilmədin. Mikrofon biraz gec açıldı, ona görə diskomfort yarandı, ona görə üzr istəyirəm. Fərq eləməz, yəni hər halda. Həm də yəni musiqiçilərimiz Həkimlərlə musiqini ünsiyyətdə həmişə bilmədiklərinə görə diskomfort biraz yaranır. onlarda da- Ona görə Ona görə problem. alınmaya bilər, yəni üzrlü sayı. İstəyirsiniz başqa mahnı oxuya bilərəm canlı olaraq. Pisdir. Birazdan oxuyacaqsan Hə, reklam böyük məmnuniyyətlə vasitəsindən çünki sonra. çox gözəl musiqiçilərimiz Ən əyləşiblər əsası burada. budur ki, Onlarla bərabər ifa əziz edirik tamaşaçılar, yəni Yektürəyə gəldik. Bəli. Bu dəqiqə siz yəni Ayaz Qasımovun özünün bəstələdiyi mahnını eşitdiniz. Bu çox Və yaxşı təcili aldı. yardıma tövsiyə olunan mahnı. Yəni nəyə? Təcili yardıma. Fikrimi sorursanız mən nəqarətini çox bəyəndim. Təşəkkür edirəm. Ümumiyyətlə, Formata uyğun eləməyə çalışmışam ən azından. Ayaz kiməsə mahnı təqdim etməyə fikirləşirsən ki, yəni kiməsə mahnı verərəm, o oxuyar. Lap elə Fikirləşirəm, açıq sizə Yəni deyim. lap elə kommersiya da olsun. Yox, kommersiyası baxmıram, istəmirəm də. Mənim sadəcə marağım odur ki, mənim yazacağım hər hansı bir cızma-qaramı demək istəmirəm. Müğənniyə özünə də xoşdur ki, yəni Yaxşı nəinki ifaçı özü ifa oxusun, eləsin. Ən əsas başqaları ən vacib bir məsələ budur. məhsuldur. Əgər o yaradıcı Başqası- yanaşırsa Əgər işə. yaxşı Bəli. yanaşacaqsa, əgər ifaçı, yəni hansısa bir təqdim edəcəyim, musiqini təqdim edəcəyim ifaçı əgər yaxşı yanaşacaqsa, böyük məmnuniyyətlə o musiqini ona hədiyyə edirəm. Məmnuniyyətlə. Yaşadacaq o mahnını. Bəli, bəli. Atmayacaq belə. Məndən yaxşı oxusun ən azından. Yəni ən əsas. Və Ən yəni əsas. atmasın belə ki, bir dəfə Yox, 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 o olmaz. Oxudum. Fanatekada saxlamasın. Özü üçün oxuyub Hər atmasın müğənni kənara. Ceyhun Qala kimi iki tərəfli qazanmaqdan düşünmür də. Ceyhun həm müğənni kimi qazanır, həm Hər bir insanın bəstəkar kimi Vüqar, qazanır. pul qazanmaq, yəni Özləri- istəyi haqqıdır da pul Əlbəttə, qazanmaq. bacarırsa, Əgər bunu Ceyhun bacarırsa, Qala- niyə də Bax yox? Ceyhun Qalan mahnıları, Röya ürəyim. Günay İbrahimli, mən də sənə inanırdım. Aygün Kəzən orasına, burasına. Elçin Cəfərov sevir, onları sevir. saxsaydın Yəni onda acaba? alınırsa, bu artıq görür ki, tələbat var və başlayır buna bir də maddi bir maraq da qatmağa Əlbəttə ki. və məncə də qatsın. Yəni Bəli, niyə də Ceyhun olmasın? Qalan yeni prodüser. Amma Hə, elə hə. bizim məsəl üçün gizlin bəstəkarlarımız və gizlin şairlərimiz var ki, hansı ki, onlar sadəcə adının hallanmasını istəyirlər. Onlar buna maddi yanaşmırlar. Sadəcə bir yəni amatörcə. Hə, yəni amma onların da mahnıları çox gözəldir. Əlbəttə ki, bəli. Və bu gənc bəstəkarlardan əgər danışırıqsa bir mən Məsəl üçün mən belə baxıram Kazım. qeyd eləyərəm. Necə? Heç nə. Kazım çox poetik danış. Kazım, sən bax gözəl bir şeir də yaza bilərsən sən. Şeir yaza bilərəm. İnanırsınız ki, istəyirəm alınmır məndə. Onu səsləndirə bilərəm, amma ha istəyirəm belə cızma-qara eləm, görürəm ki, nəsə uyğun gəlmir. O da görə ədəbiyyat dənə məktəbi Fərrux. Ədəbiyyatdan deyil bu. Bu bayaq dediyim kimi. Bax görürsüz, musiqi necə ki yazan insan deyirik, bayaq söhbət elədik, təhsili olmur. Bu da başqa bir şeydir. Yaradıcı iş ümumiyyətlə tamam var. Bax aparıcılıqdır, müğənnilikdir, bəstəkarlıqdır, şairlikdir. Mən onu məsələn bank işçisindən tamamilə ayırıram. Ümumiyyətlə insan daxili aləm olaraq çox ayırıram. Məsələn həkimi ayırıram musiqiçidən, yaradıcı insana. Məsələn bu insanları, bu musiqiçiləri mən məsəl üçün adi insanlardan, hətta bizim operatorlar, onlar çox yaradıcı olurlar. Allah vergisi, istedad. Hər bir insan öz işində. Hələ ki alınmır da, məncə mən o yazmaq puxtələşsə, alınmır. hər bir insan öz işində. Mən aparıcı olum bəsdir. Əlbəttə ki, Bir yəni işin sən arxasınca kamil şəkildə getmək lazımdır yəni. Kazımın Ataların olsa- sözü də yadıma düşür burada. Bəli. Yəni kamil bir palançı olsa da insan Bəli. yaxşıdır yarımçıq papaqçı. Bu ən əsas budur. Bu Bəli, elə ən vacib. bizim yaxşı bəstəkarlarımız da olsun və həmin yaxşı bəstəkarlarımızın yaxşı da mahnılarını ifa edən müğənnilər olsun. Yəni ən əsası budur ki, bizim yəni bəlkə də bu gün bizim bu mövzumuzdan bizim biraz nisbətən yaşlı bəstəkarlar bizdən inciməzlər. Yəni sadəcə olanı söylədik. Yəni bu dəqiqə o gənclər daha doğrusu ən əsas bir sözümüzün canı budur ki, gənclər bu dəqiqə böyük kütlə üçün bəstələyirlər və həmin kütlə də bu mahnıları qəbul edirlər. Amma bizim o klassik bəstəkarlarımız var ki, onların yəni bəstələri bütün dünyanı İllərlə, gəzməkdədir. ömür boyu yaşayacaq. Bəli, əlbəttə ki, Mən yaşayacaq. bu gün də retro mahnılara qulaq asanda mənə çox xoş təsir bağışlayır. Yəni mən razı deyiləm ki, deyək ki, bu gün gənclər var deyə o biri bəstəkarlar. Misal üçün İlhamə Quliyevanın özünün elə dediyi kimi Allah rəhmət eləsin, onun silsilə
əsərləri var idi. Faiq Sürgətdinovun albomu var onun Fikrət bizdə. Əmirov. Fikrət Fikrət Əmirov. Əmirov. Daha sonra Hüseyn Ağa Hadiyev misal üçün o bu gün də işləndə çox Və yaxud da ki, feyzəb oluram yəni. yəni bizim Əmin Sabitoğlu əsərləri, bunlar əslində Cahangir qalmaqdadır. Cahangirov, Cahangir Tofiq əsərləri, bunlar qalmaqdadır və sevilə-sevilə də hər zaman yaşanacaq. Hazırda isə bir anons izləyirik dinləyicilər, əziz tamaşaçılar. Eldəniz Məmmədovu hamının içində pərt elədilər. Sağ ol dedim, yenə baxmadı üzümə. Özünə qapanan müğənni ondan sonraya nələri açıqlayacaq? Elə olur ki, hirslənirəm. Birazdan. Bahar küləyi nazəndə sevgilim yadıma düşdün hərənin bəxtinə bir gözəl düşər. Sen de təkcə mənim adıma düşdün, nazəndə sevgilim yadıma düşdün. Sen de təkcə mənim adıma düşdün, nazəndə sevgilim yadıma düşdün. Sensiz dağ düşünəm, çıxdım bu səhər. Ötdü qumrular tək yurşana nələr. Sən niyə yalnızsan, Gurbette sevgilim ağlıma düştün, nazende sevgilim yadıma düştün. Gurbette sevgilim ağlıma düştün, nazende sevgilim yadıma düştün. Gurbette sevgilim adıma düştün, nazende sevgilim yadıma düştün. Sevgilim adıma düştün, nazende sevgilim yadıma düştün. Bir gözele gözüm düşüp gözler badamı badamı, yüreğime izi düşüp saymır adamı adamı. Gözüm düşüp gözler badamı badamı, yüreğime izi düşüp saymır adamı adamı. Ey gözlerimi koyup yolda ömrüm geçir geyri ganda. Hey, gözlerimi koyup yolda ömrüm geçir geyri ganda. Yolda salır yadamı yadamı, barı demir birce yolda gel al gadamı gadamı. Gel al gadamı gadamı, sen al gadamı gadamı. Gel al gadamı gadamı, sen al gadamı gadamı. Sal o günlerin eşkine yanan ben olmuşam. Həsrətini çox çəkmişəm, sensiz darıxan mən
həsrətini çox çəkmişəm. Sənsiz darıxan mən olmuşam. Bilməm nə oldu yenə, nə sözüm deyildi sənə, bilmirəm yenə. Bilməm nə oldu yenə, nə sözüm deyildi sənə, bilmirəm yenə. Ah, darıxıram, darıxıram, darıxıram sensiz yenə. Darıxıram, darıxıram, darıxıram sensiz yenə. Yerişir, gülüşür, hey salıram, salıram yana. Necə dözür, ay sevgilim, bu hicrana, mən bu dünyada. Bilmirəm, bilmirəm neyləyim, hicrana həsrətə dözmür ürəyim. Bilmirəm, bilmirəm neyləyim, hicrana həsrətə dözmür ürəyim. Yar darıxıram, darıxıram, darıxıram sensiz yenə. Darıxıram, darıxıram, darıxıram sensiz yenə. Qız sevdim nargiləm, tuttum şirin diləm, dedim gələk deyiləyək, cananı deyir belə. Sevmirəm, 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 yox, yox, yox. Qadanı mənam, başına dolanım, durulumu bulanım, ay qız, ay qız. Qadanı mənam, başına dolanım, durulumu bulanım, ay qız, ay qız. Ey, neçə gündür yata bilmirəm, məsələ cana çata bilmirəm. Neçə gündür inan yata bilmirəm, vəslinə cana çata bilmirəm. Neyləyim ki mən söyləyim bu dərdi, elə yox yox deyir, danışıb gülməyir, halımı bilməyir, ay qız, ay qız. Elə yox yox deyir, danışıb gülməyir, halımı bilməyir, ay qız, ay qız. Qəlbimin sevinci sənin yadigarındır, yuxumu qaçıranda sənin intizarındır. Bu qəlbimin sevinci sənin yadigarındır, yuxumu qaçıranda sənin intizarındır. Sən qəlbimdən xəbərsiz, sən açar qədərsiz. Sən qəlbimdən xəbərsiz, ay sənə şəhri kədərsiz. Görən deyir bu göyşək hansı bəxtə verildi, görən deyir bu göyşək hansı bəxtə verildi. Könlüm nəğməli neydir, dilim dolu güleydir. Könlüm nəğməli neydir, dilim dolu güleydir. Öldürdün ay qız mən, insaf da yaxşı şeydir. Öldürdün azın mən, insaf da yaxşı şeydir. Öldürdün ay qız məni, yandırdın azın məni. Öldürdün azın mən, insaf da yaxşı şeydir. Öldürdün azın mən, insaf da yaxşı şeydir. Təşəkkür ederim Ayaz. Təzə instrumental ansamblı Teymur. Əllərinizi Musiqiçilərimizə sağlık, təşəkkür inşallah. edirəm, çox sağ olsunlar. Bəli, Sağ olun. mükəmməl bir ifadə. Ən sonda Zeynəb xanımın repertuarı. Yəni, Çox sevdiyim daha məsələlərdən, sonra, çox sevdiyim musiqilərdəndir. Bəli, Məmməd Zeynəb Bağır xanım. Bağırzadənin Nereden repertuarı. nereye geldi Bəli, yani? yəni mükəmməl idi. Mükəmməl. Təşəkkür edirəm. Ardın uzatmaq olar da, Bəli. amma vaxt məhdudiyyətindən. Yüklədirmiş. Ağzına sağlıq abi. Təşəkkür edirəm, çox sağ olun. Bəli, əziz tamaşaçılar, növbəti süjetimiz var. Bu süjetimizdə isə gəlin öncə söyləyək, yəni seyr edəndən sonra isə fikirlərimiz tamam başqa olacaq. Elza Seyidcahan nələr söylədi bizim kameramıza? Elza Seyidcahan yenə əsəbləşdi. Ata bilmirlər mənə şər. Qəzəblənən müğənni onları tək-bətək görüşə çağırdı. Kişi qızı kişi oğlu ona deyərəm ki, gəlsin mənə üzbəyüz otursun.
mərd-mərdanə danışsın. Bəzi insanlar çalışırlar ki, kimsə gözdən salmaq üçün onun adından yazsınlar. O insanlarda qərəz var ki, məni gözdən salsınlar, amma sala bilmirlər. Onu bu qədər hiddətləndirən görəsən kimdir? Hamı mənim üzümə gülür, tənqid edən insanlar ardımca danışırlar, anonim yazırlar. Müğənni onun şeirlərinin adından istifadə edib məzmununu dəyişən insanlara qarşı sərt addım atdı. Məhkəməyə artıq yönətmişik. Şeirimdən bir sözü götürürlər, o sözdən başqa bir mövzuda şeir yazırlar. Məsələn üçün, zad qalmışam şeirimdən zad sözünü götürüblər, başqa bir şeir yazıblar. Hər addımı səs-küyə səbəb olan qeyri-adi müğənni bu üstünlüyə malik olduğu üçün həmkarlarına sanki acıq verdi. Özlərinə vaxt ayırmalıdılar ki, özləri gəlib məni keçsinlər. Yenə də mənə vaxt ayırırlar, məni reklam edirlər. Bir qədər aranı sakitləşdirmək üçün Gözəl xanıma şəxsi həyatı barədə sual verib ailə qurmamasının səbəbini soruşduq. Ailə olmalıdır hər bir insanın. İstəməyərəkdən həyatımı belə gətirdi. Ağlamam artık gidenlere, ağlamam artık bitenlere. İnanmıram çünki insana imam sifətində gəlirlər, sonra insanlar dəyişirlər. Bu barədə olduqca ehtiyatlı danışan müğənni ikinci evliliyə nə hə dedi, nə də yox. Kim bilir, bəlkə də elə bu baharda Elza xanım ikinci baharını yaşadı. Olacaq. Demirəm olmayacaq. Allahın öz planı var. Niyə də olmasın ki, yəni ki, həyat davam edir. Mən desəm ki, olmasın, o da mənim həyatımın sonudur. Bəli, Elza Seyidcihanın süjetini izlədik. Elza hər şeyin yaxşısına layiqdir. Amma həyatdır, yəni həyatda pisə də rastlaşırsan, yaxşıya da rastlaşırsan və bütün bunlar bizim həyatda bərkiməyimizi gətirib çıxarır. Elza da sənətdə artıq, yəni 20 ilə yaxındır bu sənətdə külünk vurur. Bu sənətdə o, yəni möhkəmləndi. Yazan da oldu, onun şeirlərinin tənqid edən də oldu, ifasını bəyənən, bəyənməyən, bütün bunlar Elza yəni gündəmdədir, sevilir və hər həftənin cümə axşamı sabahında bizimlə bərabər bizim image rubrikamızda münsif heyətində olaraq yəni əyləşir. Mənim söylədiyim budur. Mən Vüqar-Vüqarlıdan bir fikir söyləməsini Verişin əvvəlində mən həvəs yerə demədim ki, gəlin yəni fikir söyləyəndə elə fikir söyləyək ki, kiməsə xoş olmaq üçün bunu etməyə. Elzanın sözündə bir həqiqət var ki, amma üzünə gülür, amma arxasıca başlayırlar ki, bu nədir, belədir, elədir. Nə sözünüz varsa, nə probleminiz varsa Elzana, sözünü deyin, üzünə deyin, bununla da qutarsın geçsin də məsələ. O da düzdür, şeirlərini də bir də görsən, onun adından elə şeirlər yazırlar ki, güya bunu Elza yazır. Elza yazıb. Hər Elza sayağı şeir Elza yazmalıdır ki, yəni ondan istifadə edib yazırlar və onunla razıyam. Və yenə deyirəm, nə probleminiz, kimin nə problemi varsa Elzana, atımım telekanalı vasitəsilə də deyə bilər, özü zəng eləyib də deyə bilər və s. Ona görə xanım tam haqlıdır. Belə fikirləşirəm. Buyur Kazım. Elə insanlar var ki, onları desən ki, misal üçün eləmə, onlar onu artıq yəni belə həyat tərzi seçiblər də, onlar onsuz da onu eləyəcəklər. Elza Seyidcihan bu tip insanlardır. Nə qədər tənqid olunursa, bir o qədər də artığını edir. Ümumi Elza Seyidcihanın yaradıcılığına baxsaq, Tənha, Toy adamları və başqa ümumi götürsək Elza Seyidcihanın yaradıcılığı var, gözəldir. Mən özüm də onun bəstələdiyi mahnılarda çox bəyənirəm, nəinki özü oxuyanda. Onu da demişəm də, yəni yazmışam da, bu bir problem yox, mənim şəxsi fikrimdir. Bəlkə söhbətə gəlirik. Xumar Qədimova söhbətinə gəlirik ki, özü yazsın, söhbətinə gəlir. Və yaxud deyirsən ki, Vüqar, misal üçün, Xumar Qədimova, o indi fərqli olduğu üçün, deyirsən ki, özü, amma görürsən, Elza Seyidcihanın mahnılarını, misal üçün, başqaları da oxuyur və çox da yaxşı alınır. Amma hərdən Elza xanım bir var ekstravagant, bir var çox ekstravagant, bir var çox ekstravagant, yəni. Pisdir be ya. Çox ekstravagant. Elə ona görə də o bizim image rubrikamızda əyləşir. Yəni ki, belə də. Bəli, yəni mən bəyənirəm onun tərzini. Çox fərq, yəni çox son dərəcə yəni seçilir digər müğənnilərdən. Həm ifası, həm geyim tərzi və əlbəttə ki, yorumları və yeri gələndə çox kəskin bir tərzdə öz fikrini bildirir və bizim kameramızda söylədi ki, kimlərsə onun adından istifadə edirlər, anonim yazırlar, nələr yazırlar və bu da əlbəttə ki, bu sənət fərqliliyi sevir. İnsan müğənnidirsə, Elza xanım bir dənədir, həqiqətən.
dənədir. sizə Amma deyim. insan Hamıdan bir müğənnisi dənədir. mahnısı Yox, ilə hamıdan bir seçilməlidir. dənədir. Amma Elza xanıma xüsusi rəğbətim var. Bəli, mənim yəni şəxsən. elədir. Çox Həm də istəyirəm ki, o xanımı. bir Həqiqətən salamlarımı çoxları da yəni çatdırıram arxasıca vasitəsilə. danışır ki, Elza belə geyindi, Elza belə. Yəni amma üzü yəni düz söylədi. Və- Yəni üzünə gülürlər. Amma arxasıca Nəysə- Elza belə geyindi. Nəysə. Elzanın büyünün saçı belə idi. Digər paltarı belə. müğənnilərdən onun fərqlənir ki, bu çox pozitiv insandır və hər zaman pozitiv Bəli, olmağı bacarır. Onu da bəli. hər adam bacarmır. Hər Ona kəs görə də Amma məndə elə Özüdür də, mənə özü kimi. axır Bəli, vaxtlar özü. elə gəlir ki, Aferin. bu o imicdən əlavə artıq bilirsiniz insanlar onun bu hərəkətlərini, geyimini belə deyək, müzakirə eləyirlər deyə mənə gəlir ki, o biraz da acığa eləyir, biraz da üstünə qoyur sanki. Mənə hərdən elə Onun gəlir. Bir var tərzi tərz belədir. misal üçün tərz aydın məsələ. Ən əsası budur ki, yəni Elza düşünür ki, mən bu dəfə tamaşaçımın qarşısında nə tərzdə çıxacağam? Bu tərzdə hansı tərzimlə təəccübləndirəcəm? Yəni, hətta ona çətin də olsa bunu eləyir. Məsələn, Amma bunu gül edəcəyəm. var idi. Mən Bəli. hiss edirdim ki, o səhnədə çox əziyyət çəkir. Məsələn, o gülüb bir tutub buradan mikrofonu mən hiss edirdim ki, o çox əziyyət çəkir. Yəni onu daha belə başqa cür eləmək olardı ki, o əziyyət çəkməz. Yəni bunu artıq o qəsdən eləmişdi ki, yəni baxın. Yəni belədir. Yəni bəli, siz savaşa, biz tamaşa. Daş daşa, dırnaq daşa. Əziz tamaşaçılar, yəni mənim söylədiyimdən başqa Kazımın daha bir söyləyəcəyi nə isə var idi. Yox, bu qədər. Yəni söylədiyim bu idi Kazım. Oz da bugün daha çox danışdı. Əvvəlkindən çox danışır. Mənə gəlir bu insan çox danışdı. Yoxsa yox. Danışmırdı. Həm də ki, Verilişdən sonra mənə yazırlar ki, Məqamı gözləyirəm, o məqam hələ olmayıb. inşallah olacaq. verilişdən sonra mənə yazırlar ki, Verilişin imkan ver sonunda Vüqar olacaq. danışsın. İmkan ver Vüqar danışsın. Vüqar hər gün ATV Azda danışır onsuz da öz xəbərləri ilə də. Yəni Və ən əsası Elza Seyidcihan şəxsi həyatı haqqında bunu söylədi ki, bilmək olmaz. Yəni hər bir insanın həyatında baş verə bilər. Şəxsi həyatda, yəni gəlin açıq etiraf ki, şou-biznes aləmində şəxsi həyatı uğurlu olan, hə Vüqar? 1 2 3 4 5 maksimum. onu sizə demişəm də o nə məqamdır? Yusuf hə bəy. Ayaz. Bəli. 1 Az. 2 3 4 şəxsi O həyatı. 3-4 insanlar var ha. Hə. Onlar üçün sənət ikinci plandadır ona görə. Bir də mənəm. Yes. Ona görə sənət onlar üçün ikinci plandadır. Baxın, Yox, ikinci plan deməzdim. Şəxsən mən özüm də şükürlər olsun. uğurlu da bir ayazı həyat, ki. Bilmirəm, şəxsi mən həyat belə var. düşünürəm. Yəni sən ailəlisən. Və çalışıram ki, bir qədər yəni sənətdən daha artıq açıq deyirəm. Mən həyatımı sənətə qurban verənlərdən deyiləm, olmayacağam da əsla. Açıq deyirəm. Amma sənətim üçün də nələrsə edirəm. Burada yəni onu bacarmaq lazım. Çətin bir şeydir Yəni əslində. burada balansı saxlamaq lazımdır da. Çətindir biraz, Ayaz, amma çətindir. olar. Ya ikisindən İnsan birini, istəsə olar. ya 30-u 70-ə, 70-in 30-a, yəni Yox, belə olmalı. 50-50-yə də eləmək olar. 50-50 Olar, səndə yox. 50-50-yədir. 50-50-yə. Hə də əlbəttə ki, ailə İşim də öz gedir, yerində, şükür ailə Allaha, öz yəni yerində. sənət öz işlərimə də, yerində. yəni yaradıcılığıma da Kazım- vaxt ayırıram. Kazım çox müəmmalı. Mən razı deyiləm də. Yəni mən düşünürəm ki, Ola bilər. kimin O sənəti, Kazımın o fikri. kimin şəxsi Kazım həyatı, Kazımın fikridir əgər o. o dediyiniz o 3-4 nəfər var ha, onlar böyük ehtimalla ailəni daha çox önəmlidir. Misal çəkeyim, İradə İbrahimova sənətdən atdı getdi Türkiyəyə. Kim? İradə İbrahimova. Bəli. Misal üçün. Xoşbəxt bir xanımdır bu dəqiqə. Yəni demək istəyirəm ki, onun üçün ailə daha önəmli idi nəinki. Gəlin bir şey Onu deyək demək də, istəyirəm. açıq Yəni. etiraf eləyək. Nəinki o, Safura Siz özünüz Əlizadə. nəyi Sonra seçərdiniz? Bax, açıq gəlin danışaq. Özünüz nəyi seçərdiniz? Ailə həyatı və ümumiyyətlə də yəni həyatda Çalışardım xoşbəxt balansı. olmaq daha vacibdir. 50-50, Yoxsa 50-50 olmağı daha da gözəldir, bəli. İmkan olmalı. Karyera da Bəli, insan həyatına bəli, çox çox önəmlidir. Sənət də iş də lazımdır. İş də Çünki lazımdır, əlbəttə. insanın maddi imkanlarını ödəmək üçün imkandır. Yəni işləməlisən. Bu mənim işimdir. İşim həyatıma Çünki daxil olmalıdır. işin olmazsa sən ailənin də belə istədiyin kimi saxlaya Bu bilmirsən. verilişdə O da çox var, maraqlı o da bir fakt. məqam da var. Onu da vurğulayım. Burada Vallahi 3 istəsən olar. Burada İnsan 3 dənə maraqlı məqam, 3 dənə mikrorayon uşağı oturub. Mən, Ayaz, birisi də Ayaz Üç nəfər qonşumuz yəni. Yusuf bəy. Ayaz Qonşu sən Hə, mən Ayazın daha yaxınam. Yəni qonşular. ama. Yox, bir sənə yaxını Yusuf bəy biraz bizdən uzaqda amma. mən uzaq zat deyiləm. Yox, elə Yusuf bəy yaxındır bizə. Yox. Hazırda isə bağlanqı reklamlar gəlir. Təşəkkür edirəm uşaqlar, çox sağ olun və bir süjetimiz var, onu bərabər izləyək. Eldəniz Məmmədov sənətə yeni gəldiyi zamanlardan danışıb əziyyət çəkdiyi günləri xatırladı. Mən bir klip çəkdirmişdim, tanınmadım hələ. Klip çəkdirmişdim Esra. O da belə yaxşı mahnıdır, yaxşı klip idi, amma tutmadı. Bir başqa kanalda getdi, yəni o olmadı. Görüşüne gelen zaman gözünde kederin vardı. Yanakların öpen zaman yüzünde kederin var.
müğənni ağır iş rejimindən də bərk şikayətləndi. Elə olur ki, hirslənirəm, məsələn, inciyirəm, küsürəm ki, nə idi bu? Bu nə məsələn, nə şöhrətlikdir, nədir, nə bilim, çox yəni incindirirlər adamı. Olduqca gərgin rejimdə çalışan Eldəniz yorulduğunu da etiraf etdi. Ora get, bir gündə 5-6 məclisə get, nə bilim, oradan ora qaç, buradan bura, belə yəni əziyyətlər olur, adam birdən bezir. Nostalji hisslər yaşayan müğənni bu günlərdə başına gələn xoşagəlməz bir hadisəni danışdı. Bir məclisdə idik, gəldim, özü xalq artistidir, baxmadı üzümə. Bir vaxtlar Nisə Qasımovaya salam verməyən Eldəniz eyni vəziyyətlə bu dəfə özü qarşılaşıb. Mikrofonla çıxdım, dedim ki, təşəkkür edirəm bizim gözəl sənətkarımıza, mikrofonla dedim. Artıq onda gördü ki, mən mikrofonla elan elədim, cəmaət baxır axı. Onda gülə-gülə və belə sağ ol dedi. Gülə-gülə və belə sağ ol dedi. Oxudum, qutardım, mikrofonu yerə qoydum, yenə sağ ol dedim, yenə baxmadı üzümə. Onu görməməzlikdən gələn həmin xalq artistindən necə gözü qorxubsa, hətta bu barədə danışmağına da deyəsən peşiman oldu. Yalandan belə deyil. Çox desəm biləcəyi kimdir. Valla bu süjetə bilmirəm nə söyləyim, amma bir şey var ki, bir zamanlar Eldəniz, yəni belə də mən Aşıq deyə gördüyünü çalar. Yəni Nisə Qasımova söyləmişdi ki, ona salam verməmişsə, bu dəfə sənə salam verməyiblər. Yəni nə tökərsən Aşıqva, Aşıqva o da çıxar Qaşıqva. Bu belə yaranıbdır. O ki qaldı, Eldəniz, niyə şikayət edirsən? Əgər deyirsən ki, bir gündə 4 dənə, 5 dənə yerdə oxursan, müğənni var ki, bir gündə, həftədə bir dənə yerə gedir. Amma sən bir gündə 4-5 yerdə əgər çağırırlar, orada oxuyursansa, abalam, nə qədər çağırmırlar da pul qazanırsan. Halal xoşun olsun, pulunda gözüm yoxdur. Ya demək ki, bundan şikayət eləmək valla heç düzgün olmazdı. Eldəniz çox gözəl sənətkardır. Bəli, düz demirəm. Ona görə də tələbat var deyə, maşallah 5-6 yerdə Hələ qoçaqsın. 4-5 dənə yerdə Yəni oxusan. budur, niyə görə şikayət edirsən? Çox gözəl. Tək işləməkdən Yəni yorulursan. şikayət edir ki, 4 dənə yerə gedirəm. Hamıda olur o məqam. İstər mənim özümdə də olur. Yorğunluq olur. Salam almayıblar Eldənizdən. Salamını almayıblar. Mədəniyyətsizlik eləyiblər. Biz burada fikirləşirik ki, kimin mahnısını alsınlar, almasınlar. Biz də salam alıblar, almıyorlar. Salam alanı salam, almayıblar, canlar sağ olsun. Alıblar yenə də Allah can sağ olsun. Yəni biraz Bilirsən nətəridir? Biz etinasızlıq, saymazyanlıq başlayır. saymaz Çox yanlış. pis şeydir o, Sən çox özün pis şeydir. salamını Olmasın ver. gərək. Alar almaz özü bilir. Gərək Vüqar, olmasın. Oradan da təsəvvür elə bir dəqiqə. Mən Sən bir məclisdə salam gəlirik. verirsən. Sən mənə görürsən salam vermirsən. Mən axı deyir ki, Vüqara Mənim ayıb şəxsən olsun. başıma Bilirsən gəlib nətəridir? bir ifaçı ilə. Yox, mənim də bu barədə olsun. bizim Mənim də başıma gəlib. Niyə də problemimiz yox? yaşamışıq. Bax, Mən Ayaz qəbul gəl. eləmirəm. Mən belə bir adamam ki, ümumiyyətlə. İndi Özümə sən rəva onu zorla bilmədiyimi yaxınlaşıb deməlisən ki, mənə niyə salam vermədin? Onu da demədim, onu öz mədəniyyətinə buraxdım. Ayso. Mən şəxsən özümə rəva bilmədiyimi özgəsinə etmirəm. Bilirsiniz nətəridir? Yəni mən özüm istəmərəm ki, kimsə mənə bildirsin. Olur ki, mən kiminləsə başa düşdüm. Sən başa düşdün mənim fikrimi çatdırmadın vaxt tamam. Yaxşı, buyur Sözüm Əzim, onda buyur. bağışda. Buyur, buyur, Yəni buyur. ki, o deyir sizə salam vermək. Olub ki, mən insanla danışmamışam, amma ona Allahın salamı da baş-başa gəlir. Bəli, bəli. Mən üzümü heç vaxtı çevirməmişəm. Mən bunu görmədim. Yox, mən danışmadım. Salamdır, salam verirəm. Olmaz Allah elə da şeylər, dansa lazım olsun, deyil. Yox, mən almaz. birincisi mən danışmadandan salam vermirəm. Niyə? Vermirsiniz Yusuf. Yox. Yaxşı, belə bax, O verərsə də, o verərsə də vermir. vermir. Normaldır. Hə, baxır da belə belə. Hə. O əslində normaldır, danışmadın. Yəni Amma əlaqən yoxdursa o Amma adamdan niyə baş-başa salam verirsən? gəlsən, Amma ümumi salam münasibət vermə. varsa, bir məclisə görəsən, ona salamını almamaq məncə Ayso, mədəniyyətsizlik məncə ola düzgün. bilər. Çalışıram ən çox mən şəxsən özümdən deyəcəm. Səhvi ən axırda mən eləyim. Ən axırda mən eləyim. axırda. Gözləyirəm ki, həmişə mən özümü gözləyirəm. O yəni bizim cəmiyyədə bu İndi yəni olub xasiyyət da. var. Yaşca böyük olan sənətkarlar mütləq diqqət gözləyir. Amma çox maraqlı ondadır ki, elə 2-3 dənə mahnı oxuyub, elə indi çıxıb efirə, artıq o da o şey gözləyir. Mən axı səndən böyüyəm, sən mənə o salam verməsən. Bir də belə Mən amma buna baxmayaraq Yusuf müəllim, inanın Allaha üzr istəyirəm Kazım. Dəfələrlə mən özüm vermişəm salamı. 1, 2, üçüncüdə görmüşəm, yox bu onun egosudur. Yəni artıq özündə bir ulduzluq sayır, özündə bir ulduzluq hesab edir onu. Amma əsla belə deyil. Yəni istər sənət baxımından, istərsə də çox məqamlarda kifayət qədər üstün cəhətlərimiz var. Amma biz onu eləmirik heç vaxtı. O Baş-başa tərbiyənin sahibi deyirsən. Təşəkkür ona edirəm. görə. Bəli, o Bax, ona tərbiyədən görə, asılı. o tərbiyədən Bax görsən, sahibi. yəni deməyim odur ki, sən hətta danışmadığın insanla da üz-üzə gəlsən salam verəcəksən də, istəsən də istəməsən. Mədəniyyətdir o artıq. Mədəniyyətdir. Bəli. Yəni o mən zəhləm də getsə salam da. İndi gedirəm
İndi bir Bizdən. başımın bir dənə belə eləməklə nə olacaq? Mənim paqonlarım düşmür. Amma insanlar var ki, fikirləşir ki, yox, üzünü çevirirlər, nə bilinlər. Axı onlar özlərini alçaldır o. İndi Eldənizin də ürəyindən keçən odur ki, hətta artıq onu elan edəndən sonra ki, filankəsova, filankəs, nələr. bəli, onda artıq o adam kiçik bir təbəssümlə, nəsə təbəssümlə təşəkkürünü bildirib. Yəni, odur. Bir də bilirsiniz hansı məqam var? Ayaz Yəni, Bəyaq dedi, elbisi Ayaz Bəyaq dedi ki, məsələn bu artıq bir adət halını alıb ki, gənc ifaçılar gedir ondan öncə qocaman sənətkarlarla görüşürlər, amma gənclər onlardan qarşılıq almırlar çox vaxt. Onlar yəni illərlə sənətdə olduqları üçün onlar belə biraz burnu belə salam verirlər. Yəni var, onlar o məqamlar da var. O da gəncdir, o da dəstək istəyir. Yəni Gəncdir, belədir. o da dəstək Amma istəyir. salam bunu hamı deyir. İndi şablon olmasın. Ümumiyyətlə inanmıram bu mövzu şablon olsun. Salam həmişə deyirlər ki, Allahın salamıdır. Təbii ki, Allahın salamıdır və əziz tamaşaçılar, bu mövzu bitdisə, bu süjetimiz, növbəti süjetimizi seyr edək gəlin bərabər. Bu süjetimizdə deyəsən bir balaca başqa abava var. Show biznesin başqa abavası. Gəlin seyr edək. Hər gün, az qala hər saat dəyişən şou xəbərlərinin arasında ötən günlərdə iki müğənniyə qarşı baş verən soyğunçuluq xəbəri də yer aldı. Saytların az qala manşet xəbərinə çevrilən soyğunçuluq hadisəsinin Ramal İsrafilov və İntizarın başına gəldi. Eyni gündə ayrı-ayrı məkanlarda hər iki müğənninin toydan aldığı qanararın əlindən alındığı deyildi. İntizar bu xəbəri təqzib etsə də, Ramal İsrafilova qarşı edilən bu soyğunçuluq faktı hələ də qüvvədə qalmaqdadır. Təki belə xəbərlər əsassız olsun. Belə qabaq elə şiir olub kimisi müğənninin pulunu alırlar. Mən eşitməmişəm. Yəni son nə bilim bir 15 ildə. Olub, yəni belə razboy kimi yox. İndi nətərsə başqa yollarla alıblar, atıblar, o başqa söhbətdir. Amma belə gəlib əlindən almaq, bıçaq dirəmək belə şeylər. Yəni bu ümumiyyətlə təqzib də var. Yəni əgər bir problemi varsa adamın kiminləsə, bu şəkildə olub illərlə də olub, həmişə olub, olacaq da o bəlkə də. Allah eləməsin, başına Amma heç kimdən hüsumət olub ki, müğənni borclu olub, onun borcunu gəlib elə toyundan, məsəl üçün toyunda 8 min. Olub. Onu gəlib götürüblər pulunu ki, sağ ol. O düzdür. O başqa şeydir. Amma durduq yerə mən durduğu yerə halal pulunu gəlib. O da olmasa tüstü çıxmaz məsələsi. Amma intizar təqzib verib ki, yəni belə bir hadisə olmuyor. Mən elə bilirəm ki, elə insanlar deyirlər. Sənət cəmiyyəsində də özlərinə məxsus, yəni öz mədəniyyətləri ilə fərqlənən dostlarımızla. Yəni keçmiş olsun dostlarımıza. İntizar verib təqzib ki, yəni belə Ramal bir şey kimi olmuyor. çalışqan oğlan. Amma Ramalın qardaşı bildiyim qədər təqzib verib ki, yəni belə bir hadisə olmayıbdır. Olmamalı deyil. Amma kimsə hardansa, bəlkə kimdənsə... Olmayıbsa deyəndə onda kimə nə çıxır ki, onların adını hallandırsın? Məhz bu iki müğənnidən danışılsın. Hərdən Vüqar, görürsünüz, müğənnilər hərdən mühafizəçilərlə gəzəndə, belə qınaya, sən kimsən, sən mühafizəçilərlə filan. İndi necə gəzməsinlər? İntizarla mühafizəçi ilə gəzəcək, yoxsa Ramal? Ramal niyə gəzməsin? Görürsünüz başına nə iş Bu gəlir? hadisədən sonra yəni belə bir hal baş verirsə artıq onlar görürsüz? Bundan sonra gəzərlər. Biz onlar kütləvi insanlardılar. Ona görə də onlara hücum edənlər çoxdur da. Düşünürəm ki, görsünlər mühafizəçilərlə. Nə var ki burada? Bunu niyə özündən razılıq edirlər də? Ramal yaxşı. Bax, əziz dostlar. Elə mövzumuza da uyğundur. Ramal həm bəstəkardır, həm də müğənnidir. Çox əla, hər bir şey əla. Bir başqa mövzuya mən istəyirəm haşiyə çıxım icazənizlə. Mənə elə gəlir ki, bax, istər efirdə olanda, istər hər hansı bir tədbirdə olanda, gərək o qədər diqqətli davranaq. Bizim işimiz çox məsuliyyətlidir. İstər ümumiyyətlə efir adamlarının işi də. Yəni hər birimizin ayrı-ayrılıqda işimiz çox məsuliyyətlidir. Kimisə qıcıqlandıra bilər efirdən. Bəli. Doğrudurmu? Yəni biz efirdən özümüzü necə təqdim ediriksə, o şəkildə də auditoriya toplayırıq ətrafımıza. Bəli. Tamaşaçı kütləsi. O tamaşaçı kütləsinə aid olan, yəni neqativ insanlar da ola bilər. Bundan heç kim yəni sığortalanmayıb. Var. Amma ən azından biz özümüz buna diqqət yetirməliyik. Bax, bayaq dedik ki, salam vermir bir-birimizə. Kimsə xoşuna gəlməz axı bu. Ola bilər ki, hansısa bir məqamda onu sənə başqa bir formada qaytarar. Bu həyatın yazılmayan qanunları var. Yəni bu belədir. Özün məqam axtaranlar var. Ona görə də gərək kifayət qədər diqqətli olaq, kifayət qədər insanlarla səmimi olaq. O ki, sadəcə bir məqam da var ki, dərəbəylik deyil ki, demək ki, nəsə bir səbəb var da. Dərəbəylik deyil ki, kimsə dursun gəlsin, mən sən soyuram, pul boğuram. Demək ki, bizim bilmədiyimiz məqamlar var. amma ən əsası budur ki, Kazım bayaq sən söylədin mühafizəçiyə, Azərbaycan show biznesində
ilk dəfə mühafizə ilə Can Güdənlə rəhmətli İlhamə Quliyeva. Allah rəhmət eləsin. Bəli, Allah qəni qədər rəhmət eləsin. O ilk dəfə Heydər Əliyev sarayında konsert verərkən yəni tamaşaçı zalına o Can Güdənlə bərabər düşdü. Ondan sonra başqaları da başladılar onun kimi yanlarında Can Güdən gəzdirməyə. Məncə lazımdır. Neçənci ildən söhbət gedir? Bu dəqiqə vaxtını da deyəcəm. 1996 yoxsa 97. O vaxt İlhamə Quliyeva o mahnını Nə ilərsən adlı mahnını ifa edərkən səhnəyə o mahnının sədələri altında yanında 2 dənə Can Güdən düşmüşdü. Ondan sonra digərləri də bu ənənəyə sadiq qalmağa çalışdılar. Olsun. Yəni bu çox yaxşı bir haldır. Tamaşaçı zalına, çünki bəlkə də Can Güdən yəni gülü götürəcəkdi. Kiminsə yaxın gəlməsi, fanatın yaxın gəlməsinin qarşısını Valla alacaqdı. müəyyən məqamlarda lazımdır, Bəli, inanın. bu da lazımdır. Mən şəxsən özüm də müəyyən dərəcədə olur ki, hansısa bir elə bir ortama düşürük ki, orada mütləq lazımdır ki, ətrafında insan olsun ki, sənin oxumağına maneə yaratmasın deyə o yanında olan insanlar ona kömək edir. Sənin maşallah qardaşın yanındadır. Heç ehtiyac yoxdur. Can Güdənə bərabərdir. Amma o da oradan yaxşı aldı. Çünki mən yadıma gəlir, keçən il oktyabr, noyabr ayları idi. Sibel Can bura gələndə o təlatüm filan, yəni aşkın çox bəyənmədim heç ətrafında olmu təlatümü, nəyə lazım? Bir maraqlı məqamı xatırlatmaq istəyirəm. 99-cu ildə Aygün Kazımovanın Heydər Əliyev adına sarayda verdiyi konsertdə Aygün Kazımova çıxdı tamaşaçılar arasına, mühafizəçilər də onun arxasındaydı. Kazımova hiss elədi ki, mühafizəçilər ona mane olur tamaşaçı ilə ünsiyyət qurmağa. Onlar dedi ki, gəlmə artıq sən, gəlmə, mən özüm ünsiyyətə girəm. Yəni ki, zəhmət olmasın. Aygün özən mühafizəçidən də oxuyandı. Həm Can tamaşaçı ilə ünsiyyətə girmək üçün onu dedi ki, gəlmə artıq, kifayətsən, yəni bəsdir. Yəni yetərli qədər var. Yəni elə Aygünə gəldikdə isə bu gün ayın 23-dür. 3 gün qalıb. Sayır o gün. Sayır o günlər. Əziz tamaşaçılar, hardasa da oradan bu gün özümüzə də xoş oldu. Bugün bol-bol danışdıq. Bəstəkarların müğənnilik etməsindən, yəni amma Yektirrəyə heç kəs gələ bilmədi. Nə mən, nə Vüqar Vüqarlı, nə Kazım Kazımlı, nə də Ayaz. Yəni qalacaq ha, adım qalacaq ha Kazım Kazımlı, Yusuf bəy. Pisdir bəy, hə? Pis deyil. Artıq yəni bugündən etibarən. Vüqarı toruna düşdü yalnız. Vüqar Vüqarlı, Kazım Kazımlı, Ayaz Ayaz. Yusuf Yusufli. Yəni, demək istəyirəm ki, yekli qərarı heç kəs gələ bilmədi. Bu nə cür baş verir? Üstəlik də ki, yəni o növbəti süjetimizdə Elza Seyidcahanın deyərdim ki, onun ətrafında olan o söz-söhbətlər, onun üzünə gülüb arxasıca danışanlar və üstəlik də ailə həyatı qurmasına Elzanın yəni belə çox pozitiv və ümidlə fikirlərini bildirməsi, Eldənizin də şikayət dolu süjetlərini seyr etdik. Bu açığını deyim ki, biraz bizi yəni hardasa ürəyimizi ağrıtdı. Eldəniz nədən şikayət elədisə, bu da əlbəttə ki, yəni bir zamanlar o cür şikayətlə də böyük xalq artisti Nisə Qasımova bu cür bizə müraciət etmişdi. Yəni kameramızı belə söyləmişdi və ən sonunda da əlbət ki, show biznesə baş verən bu cür qalmaqal. Aslında ki, show biznes elə ona görə show biznes ki, yəni hər yaranan Vüqar kiçik bir deyərdim müəmmadan, məqamdan bir show yaranır. Əlbəttə. Onu da yaratmağa bacarmaq lazımdır da, o da var. Onu da yaratmağa bacarmaq lazımdır. Deməli, belə qalmaqallar yəni bilərəkdən yaradılır. Çoxsu bilərəkdən yaradılır. Bilərəkdən olanda daha duzlu, daha yəni daha inandırıcı yaranır. Daha uzun müddətli. Uzun müddətli bir Amma inandırıcı inanırım eləmir. sizə elə qalmaqallar bilərəkdən yaranıb ki, hamımız elə bilirdiniz ki, onu bilmərəkdən. Hansı birini O deyim. qaldı ki, gələn bazara ertəsi. Onu da deyərəm. Vüqar həmişə mən belə danışanda deyir ki, çəkdə belə işsən. Yox, mən demədim axı. O qaldı. Gələn həftə. Deməli, Anons gözləyin, edirsən. əziz tamaşaçılar. Tamam. Gələn bazar ertəsi Gələn həftə mövzumuz qalmaqallar olsun. Azərbaycan saytının baş redaktoru elə qalmaqallar var ki, onlar bilərəkdən yəni yaradılıb. Müəllifi də özüdür ya. Müəllifi də özüdür. Sən onu işıqlandırmışsın. Vüqar işıqlandırıb onu. İşıqlandırmış Çox güman ki, elə odu özü yandırıb. Yəni, odu özü yandırıb. Odu mən poddeşka eləmişdim. Ruslar masla vaqon sənlik olubdur. Çox güman ki, elədir. Hərdən elə olub gətir, mən özüm də bilməmişəm ki, bu belə düşünülmüş qalmaqal. Bəlkə gələn həftə mövzumuz elə Amma sonra onu araşdırandan sonra onu hətta yalancı qalmaqallar. Elə mövzu. Yalancı Çox mu qalmaqallar. var bizim şoubizdə yalancı qalmaqallar? Olur, çox olur. Şəxsən mən çox görmüşəm. Çünki bu camiənin içindəyik biz. Ona görə bu mətbəxi biz mətbəx bilərəkdən olan qalmaqallar. Kim Kazım nədir, Siz necə olur? Məsəl üçün mən çıxıb deyirəm ki, Vüqar Vüqarlı bunu çox belə də cüzi belə tənqid edirəm. O bilir ki, aha, fürsətdir. Çıxdı ona biraz belə kəskin cavab verdi, amma qəsdən elədi. Ya da ki, otururlar, fikirləşirlər ki, belə də dostlar, deyirlər ki, gəl bizə indi bizə
aramızda nəsə söz ataq ortaya, baxaq görək kimə nə edirik və Məclisi özləri də qızışdırır. qızışdırırlar bir-birlərindən söhbəti. Məsələn, başqaları da müdaxilə edir. Artıq bunlar Məsələ yaddan şişdi çıxır. artıq. Məsələ Vüqar, bu işdə iş mənə deyil. gəlir ki, hörmətli yazarların daha çox əməyi olurdu, eləmi? Hörmətli, yəni Yaz- dırnaq arası hörmət. Biz də bilmirik axı, çoğu Olur, zaman biz də çünki bilmirik. Onlar, bəli, onlar bir də görsən ki, başlayırlar. Bunun Keçidədir nəyinsə naminə olur da bu əlbəttə. Əlbəttə nəyinsə Maddiyyət naminə. naminə. Olur Gündən maddiyyət naminə. naminə. Bir dənə ən son sualım Vüqar. Bəli. O maddiyyat çoxdur, azdır, yaz görə. Mən bilmirəm, mənə gəlib çatmayıb o maddiyyat. Deyəsən, valla Ha, mən- ucuz qalmağalın valla qiymətli də ucuz olur. Əlbəttə, ucuz ət şorbanın necə? Ucuz ətin şorpası bəli elə belə Bəli, olur. ucuz qalmaqal da elə olur. Əziz tamaşaçılar, bu günlük bu qədər. Bu həftə, bu bazar ertəsi sizin nəzərinizə, bəli, ötən həftə və ötən günlərdə baş verənlərdən bəhs etdik. Bu günlük bu qədər. Təşəkkürlərim Edelberg Gül Salonuna, təşəkkürlərim ATV saytına, Səfyar Məcnununa təşəkkürlər və təşəkkürlərim əlbəttə ki, sponsorlarımızadır. Var olun ki, siz varsınız. Biz də xidmət edirik tamaşaçılara, dinləyicilərə. Mənim potensial dinləyicilərim hər sabah tamaşaçıya çevirirlər. Ən böyük tamaşaçılarıma böyük təşəkkürümü bildirmək istəyirəm. Ayaz Qasımov bugün səsi ilə, tərzi ilə, Ayaz, tərbiyənlə, ifanla bugün hər birimizi sevindirdin. Təşəkkür edirəm. Kazım Sübhana dərin təşəkkürümü Çox bildirmək sağ olun, istəyirəm. sağ Və olun. ən xoş, ən gözəl, ən pak arzularımı Kazım sənə bildirirəm. Buna özəl sağ olun. səbəblər var Kazım. Çox sağ olun. Sənə həyatda yalnız Təşəkkür xoşbəxtlik edirəm, arzu təşəkkür edirəm. Və Çox sağ Vüqar olun. Vüqarlı. Təşəkkür edirəm sizə Vüqar. Çox sağ olun. Və ən Biz də sonda, təşəkkür edirik, çox sağ olun. ən sonda, bəli, beləcə bugünkü qonağımız Ayaz Qasımov ifası ilə bugünkü verilişi bağlı elan edirəm. Son zamanlar yarım menden aralı, sevgimin harareti normadan aşağı. Son zamanlar yarım menden aralı, sevgimin harareti normadan aşağı. Seninle, sevginle öğrendim yaşamağı. Bu aralar havalar, kimi sen sevgilim, anlamadım halından. Gah küleye dönüp, gah da yel olup geçirsen yanımdan. Soyup geceler, üşüdürsen beni hasretin soyuluyla. Yandıracaksan daha ah ne kadar ayrılık oduyla. Bu sevginin adı yok, senden aralı. Sevgidir hayatın en şirin marağı. Bu sevginin adı yok, senden aralı. Sevgidir hayatın en şirin marağı. Seninle, sevginle öğrendim yaşamağı. Bu aralar havalar, kimi sen sevgilim, anlamadım halından. Gah küleye dönüp, gah da yel olup geçirsen yanımdan. Soyup geceler, üşüdürsen beni hasretin soyuluyla. Yandıracaksan daha ah ne kadar ayrılık oduyla. Yine zamansız gittin, yok olup gözden ittin. Bir yuhuydu, bir nahıldı, bitti. Bu aralar havalar, kimi sen sevgilim, anlamadım halından. Gah küleye dönüp, gah da yel olup geçirsen yanım.
üşüdürsən məni həsrətin soyuğuyla. Yandıracaqsan daha axı nə qədər ayrılıq oduyla. Bu aralar havalar kimi sən sevgilim